Bismillahirrahmanirrahim. Değerli dostlar, izleyiciler, hamınızı dünyanın en güzel güşələrindən biri olan Bakının Şuvalan kəndindən salamlayıram. Və bugünkü mövzunu texnoloji tərəqqi və 5G haqqında qurmağı planladım. Çünki son zamanlar mətbuatda 5G haqqında müxtəlif yazılar keçdi, müxtəlif fikirlər. Hər kəs öz nəzər nöqtəsini ortaya qoydu. Bunu texnoloji tərəfdən araşdıranlar var idi, bunu sosioloji tərəfdən araşdıranlar var idi, bunu bəzi iddialar ortaya qoyuldu və s. Bunlar yəni internetdə çoxdur bu tip videolar. Bugün mən istəyərdim ki, bunu biz başqa bir bucaq altından baxaq. Yəni 5G nədir və 5G nədir sualına cavab verməkdən qabaq gəlin baxaq görək ki, əvvəla bunun kökündə nə dayanır. Tarix boyu zaman insanlar nə edirdilər? Müharibələr edirdilər. Yəni şahlıqlar, xanlıqlar, yəni keçmişə gedib tarixə nəzər salsaq görərik ki, bu film də var idi, Dədə Qorqud filmi. Orada deyir ki, torpağı qorumasan onu əkib becərməyinə dəyməz. Torpağı əkib becərməsən onu qorumağına dəyməz. Bunu Dədə Qorqud deyirdi və adam haqlı idi. Nəyə görə? Çünki o dövrdə, o zamanlar padşahlıqlar müharibə aparırdılar. Nəyin üstündə? Əkinə yararlı torpaq sahələri uğrunda. Hansı xanlığın, şahlığın, imperiyanın, dövlətin əkinə yararlı torpaq sahələri daha çox olurdusa, o yerdə onlar insanları orada çalışdırırdılar və əkindən əldə etdikləri maddi vəsaitləri sərf edirdilər, deməli ki, müharibələrə, ordunun saxlanmasına, dövlətin büdcəsinə və s. Yəni, verimli torpaq sahələri bir asset idi, bir gəlir mənbəyi idi, aktiv idi və onu da oradakı əhalini çalışdıraraq əldə edilən məhsuldan bu sərvəti əldə edirdilər. Yəni, bu daha varlanırdılar. Sonra gəldi industrial dövr. İndustrial dövrdə fabrik sahibləri güclənməyə başladılar və onlar məhsul istehsal eləməyə başladılar və satmaq üçün məkanlar axtarışına çıxmağa, bazar axtarışına çıxmağa başladılar. Və 20-ci əsrdə baş verən iki müharibə, İkinci Dünya müharibəsi əsasən dünya bazarları uğrunda idi. Yəni, kim daha çox dünya bazarı əldə eləyərsə, daha çox bazarlar əldə eləyərsə, istehsal elədiyi məhsulu satmaq üçün də həmən bazarlardan yararlana bilər və həmən bazarları sömürmə qabiliyyətinə malik ola bilər. Deməli ki, sömürgə yenə də həmən sömürgə idi. Birinci halda deməli ki, sömürülürdü, yenə də əhali sömürülürdü, yenə də insan əməyi sömürülürdü, yenə də sərvətlər sömürülürdü. Birinci halda amma torpaqlar uğrunda idi, gedirdi. Yəni ki, aktiv olaraq torpaqlar nəzərdə tutulurdu. Ona görə Dədə Qorqud deyirdi ki, torpağı qorumasan onu əkib becərməyinə dəyməz, əkib becərməsən onu qorumağına dəyməz. 20-ci əsrdə amma baş verən müharibələr nəyin üstündə idi? Bazarlar uğrunda idi. Çünki bazarlar özləri də sömürgə aktivləridir və bu bazarlardan da deməli ki, istehsalçılar, yəni o bazarları monopoliyaya alaraq, manipulyasiya edib, yəni onları sömürə bilərdilər və oradan gəlir götürə bilərdilər. Və beləliklə də artıq biz informasiya erasına qədəm qoymuşuq və bu dövrdə artıq insanlar nə torpaq uğrunda, nə ərazilər uğrunda, nə də ki, bazarlar uğrunda mübarizə aparmırlar. Artıq qlobal imperialist güclər apardıqları müharibə informasiya uğrundadır. Yəni, mən bunu 5G-yə gedib çıxmazdan əvvəl bir giriş olaraq ki, bizim üçün aydın olsun ki, nəyə görə 5G bu günləri hədəf alınıb, yəni ora gəlib çıxacağım. Çünki bunu dünyanın heç bir universiteti sizə demir. Heç bir araşdırmaçı, yəni ciddi araşdırmaçı gəlib bu nöqtəyə çatmağa cəsarət eləmir. Burada ən önəmli məqam nədir?
dünya informasiyasına sahiblənmək. Yəni dünyadakı informasiyanı, məlumatı nəzarətdə saxlamaq, kontrolda saxlamaq və beləliklə də böyük bir güc əldə eləmək. Təsəvvür eləyin ki, 21-ci əsrdə artıq bizim işlətdiyimiz, bizim həyat və fəaliyyətimiz nəticəsində istədik, istəmədik biz data ixrac eləyirik, məlumat ixrac eləyirik. Məsələn, telefonu götürüb kiməsə zəng eləyirsənsə, bu bir məlumatdır. Kiminləsə görüşürsənsə və işlətdiyin uygulamalar, applicationlar əgər GPS sənin koordinatlarını toplayırsa, bu bir məlumatdır. Və hər hansısa bir uygulamanı telefonun yaddaşına köçürməmişdən qabaq sizə bir agreement göndərir, bir anlaşma göndərir. Xırda hərflərlə, şriflərlə yazılıb, onlarla səhifə. Axırda soruşur ki, razısan, razı deyilsən. Mən inanmıram ki, çox nadir hallarda ola bilər elə bir adam ki, o hamısını oxuyur və razı deyiləm düyməsini basır axırda. Çünki orada sənin məlumatlarının hansı formada kimlərə, deməli, kimlərlə bölüşməli olması hüquqlarını orada qeyd edirlər və bu şəkildə də sənin məlumatlarından istifadə edirlər. Və onlar çox qəşəng bilirlər ki, sən kimlərlə görüşürsən, hansı saytlara daxil olursan, maraq dairən nədir, sosial şəbəkələrdə qoyduğun o qeyri-struktural data, verdiyin bu selfie şəkillərindən tutmuş, videolardan tutmuş, hər bir formada yazdığın statuslara qədər və bütün bunlar hamısı bu qeyri-struktural data analitika platformaları tərəfindən struktural bir dataya çevrilir və sənin 360 dərəcəlik deməli ki, portretin ortaya çıxır. Onlar qəşəng bilirlər, sən kimlərlə görüşürsən, hansı restoranlarda hansı menyunu sifariş edirsən və yaxud da ki, ofisə hansı yeməyi sifariş edirsən, maraq dairən nədir, nədən xoşun gəlir, nədən acığın gəlir, dünya görüşün nədən ibarətdir və bütün həyat və fəaliyyətin bir rekord halında onların qarşısında peyda olur və səni, sənin valideynlərindən daha yaxşı tanıyan bir platform halında sənin bütün məlumatlarını, şəxsi məlumatlarını toplayıb, emal eləyib və səni səndən daha yaxşı tanıyan bir 360 dərəcəlik sənin bir portretini deməli ki, ortaya qoyurlar və istifadə edirlər bundan. Deməli ki, bu tip yəni dünya əhalisinin məlumatlarının toplanması, emalı həmən o məlumata sahib çıxanlara qeyri-adi bir güc verir, qeyri-adi bir avtoritet verir, qeyri-adi bir hakimiyyət verir. Və bu məqsədlər üçün də, yəni bu günləri gedən texnoloji aləmdə rəqabət, münaqişələr, bunlar hamısı dünya informasiyasına sahib çıxmağın uğrunda gedən mübarizədir. İndi gələk 5G-yə. Yəni, əgər, belə deyək, Dədə Qorqud bugünkü dövrdə yaşasaydı, o deyərdi ki, informasiyanı qorumasan, onu qoruyub saxlamağına dəyməz, məlumatları saxlamasan, onu qorumağına dəyməz. Yəni ki, bu günləri müharibələr torpaq üstündə yox, məlumat üstündədir, informasiya üstündədir. Çünki informasiya manipulyasiya gücü verir və dünyanı o gücü nəzarətdə saxlamaq istəyən qlobal imperialistlər, yəni bundan çox ciddi şəkildə yararlanmaq fikrindədirlər. Və bu günləri bizə önərilən yeni texnologiyalar, informasiya kommunikasiya texnologiyaları, yeni nəsil deməli ki, kommunikasiya texnologiyaları heç də sanmayın ki, bunlar sizin rifahınız üçündür. Xeyr, bunlar daha səlist bir şəkildə datanı, məlumatları toplayıb və sizi daha ciddi bir manipulyasiyada saxlamaq üçündür. İndi gələk 5G mövzusuna. 5G ümumiyyətlə nədir? Fifth generation deməkdir 5G. Yəni 5-ci nəsil
mobil rabitə deməkdir. Yadınıza gəlirsə 90-cı illərin ortalarında belə deyək, yeni çıxan mobil şəbəkələr, yəni birinci və ikinci nəsil o iri həcmli telefonlar var idi. Yəni yadınıza gəlirsə, yəni o dövrdə insanlar ilk olaraq səsi ötürürdülər, yəni simsiz olaraqdan bir şəbəkə halında. Ondan sonra üçüncü nəsillə belə oldu ki, artıq nəinki səsi və datanı da ötürmək mümkün oldu və internet bizim cibimizə gəldi, girdi. Allah nəsib elədi, mən Azərbaycanda ilk üçüncü nəsil, yəni ki, ilk 3G layihə müdiri oldum. 2009-cu ildə, 2009-cu ilin dekabrın 16-sı biz ilk deməli ki 3G, yəni 3-cü nəsil mobil rabitəni Azərbaycanda ilk dəfə launch elədik, yəni ki istifadəyə verdik, yəni açılışını elədik. Və bu məlumatlar, yəni bu nəsillər gəldi çıxdı 4-cü nəsil. Hal-hazırda Azərbaycanda istifadədədir. Bu LTE standartıdır. 4-cü nəsil mobil kommunikasiya imkan verirdi ki, daha yüksək sürətlə məlumatlar akses tərəfdən, yəni bir baza stansiyasının throughputu hardasa 120 megabit saniyəyə gəlib çatırdı. Yəni ötürmə gücü və qəbul etmə gücü. Ondan sonra artıq 5-ci nəsil dövrünə, yəni ki, bu nəsillər artdıqca burada ötürmə sürəti artır. Burada istifadə olunan yeni texnologiyalar, məsələn, OFDM modulyasiyası, orthogonal frequency division multiplexing. Bu modulyasiyadan istifadə edərək, ortogonal deməli dalğalardan istifadə edərək daha nazik bir zolaqda daha geniş həcmli bir məlumatın ötürülməsi mümkün olur və eyni zamanda da multi-input və multi-output MIMO texnologiyadan istifadə edirlər. Necə ki, bizim iki qulağımız, bir dilimiz var. O daha çox antenlərdən də istifadə edərək daha çox məlumatı simultaneous olaraq, eyni vaxtda olaraq, sinxron olaraq alış və veriş imkanını əldə edir baza stansiyaları. Və beləliklə də məlumatlar daha sürətlə ötürülməyə, verilməyə, bu məlumat alış-verişi başlanıldı. Və bu imkan verir ki, artıq nəinki sizin məlumatlarınız. Çünki 5-ci nəsil mobil kommunikasiyanın içərisinə eyni zamanda IoT deyilən bir şey də daxil edilib. Internet of Things deyirlər buna. Əşyaların interneti. Və artıq nəinki sizin özünüz haqqında məlumatlar bu sinxronizasiya olunacaq. Sizin əşyalarınız da sizin haqqınızda məlumatlar verəcəklər. Sizin kondisioneriniz sizi satacaq. Filan vaxtda kondisioneri yandırdı deyə. Sizin kombiniz sizi satacaq. Yəni kombi kondisionerlə əlaqə yaradacaq. Smart home'lar təqdim edirlər bugün 5G-yə bağlı olan. Eyni zamanda sizin açarınızın kilidi sizi satacaq. Filan vaxtda evə gəldi deyə. Sizin saatınız sizi satacaq. Yəni, bütün məlumatları nəinki siz və sizin işlətdiyiniz əşyalar belə öz aralarında kommunikasiya quraraq və bu məlumatları da eyni zamanda 5G üzərindən vermək kimi bir imkanları olacaq. Və bu o deməkdir ki, artıq gələcəkdə 5G istifadə edən hər bir istifadəçinin məhrəm heç bir şey qalmayacaq. Bütün məlumatlar onun haqqında əlaqədar qurumlar tərəfindən rahatlıqla incələnəcək. Bu platforma daxil ediləcək üz tanıma kameralarından, şəhərin təhlükəsizlik sistemindən tutmuş, bütün sənin datan deməli ki, emal ediləcək və bundan da istifadə ediləcək. Və bu 5G fobiyası hardan çıxdı, hardan əmələ? Nəyə görə birdən-birə insanlar 5G stansiyalarını deməli ki, yandırmağa başladılar. 5G stansiyalarını hücum eləməyə başladılar, xüsusilə də Avropa ölkələrində, xüsusilə də Qərb ölkələrində.
Bu 5G yarışması, yəni ki, bu mobil telekommunikasiyanın da irəli getmək üçün Qərb və Çin şirkətləri daim yarışırdılar. Mənim xatirimdədir, 2006-cı ildə mən ilk dəfə Huawei şirkəti ilə müqavilə imzaladım Şəncən şəhərində. O vaxt Çində tələbə idim. Universiteti bitirən kimi ora yollandım və ilk dəfə orada başladım fəaliyyət göstərməyə. Mənim öz diplom işim də 3G mövzusundaydı, 3-cü nəsil mobil kommunikasiya mövzusundaydı. Və Huawei-də orada mən çox ciddi bir disiplina gördüm. Və Huawei şirkəti iddialı idi dünyanın nömrə 1 mobil deməli ki, infrastruktur istehsalçısı olmağa. Və bu iddianın arxasında da çox ciddi səbəblər dayanırdı. Bunun üçün hökumət özü də dəstəkləyirdi. Eyni zamanda Çinlilərin burada disiplina və çalışqanlığı da öz yerinə alırdı. Mənim yadıma gəlir ki, bizi əskərlik dövründə olduğu kimi səhər tezdən oyadıb, yəni qaçırdırdılar. Ondan sonra deməli ki, yemək müddəti 10 dəqiqə müddət verirdilər. O müddəti kim gecikdisə yemək ona çatmırdı və s. Yəni çox çətin bir prosedurdan keçirdi. Ora minlərlə işçi qəbul olunurdu və o 2 həftəlik ona cəhənnəm həftəsi deyirdilər. 2 həftəlik o disiplina periyodundan sonra o işçilərin yarısı qaçırdı oradan, yəni uzaqlaşırdı. O dözə bilmirdilər o ağır həyat şəraitinə. Amma mən orada dözdüm də və belə də oldu ki, yəni həmən şirkətin headquarterında baş idarəsində çalışmağa başladım. Sonra yaxın şərqə məni deməli ki, təhkim elədilər. Orada gedib bir müddət çalışdım. Və Huawei şirkəti dünyanın bir nömrəli şirkəti olmağa iddialı idi və bu yolda çox ciddi şəkildə, planlı şəkildə addımlayırdı. Amma dövrün tradisional, məsələn, Ericsson kimi, həmən dövrün Motorola'sı kimi, həmən dövrün deməli ki, Siemens Telekomu kimi, həmən dövrün Nokia'sı kimi, həmən dövrdə var idi Nortel, həmən dövrdə var idi Alcatel, həmən dövrdə var idi Lucent, həmən dövrdə Huawei, ZTE və s. Yəni ki, təxminən bir 10-dan yuxarı telekom istehsalçısı var idi və bu yarışmanın periyodunda artıq dünya telekom şəbəkəsi müəyyən bir standartlara uyuşmağa başlayandan sonra bu oyunculardan bir çoxu, məsəl üçün Alcatel Lucent'la birləşdi, Siemens Telekomu deməli ki, Nokia oldu, NSN, Nokia Siemens Networks şirkəti, o biri tərəfdə də o Slianiyə getdi, Alcatel Lucent əmələ gəldi, Nortel sıradan çıxdı, Motorola bu bazardan çəkildi və beləliklə də 4 oyuncu qaldı. Yəni 3-cü nəsil mobil kommunikasiya yarışmasının sonunda artıq ZTE, Huawei, bu ikisi Çin şirkətləri olaraq, bir də Qərb şirkətləri olaraq NSN, yəni Nokia Siemens Network, bir də yerdə qaldı Ericsson, deməli ki, bu şəkildə. Bir də Alcatel Lucent. Yəni Alcatel Lucent simsiz rabitə tərəfində zəif idi. Ona görə də Alcatel Lucent'in özünü NSN aldı, Nokia Siemens Networks aldı və bu belə deyək ki, 4 şirkətin Slianiyasından əmələ gəldi Nokia şirkəti. Və günün bugünkü günündə artıq 4G-nin sonuna yaxınlaşıb 5G erasına daxil olduğumuz zamanlarda artıq biz nəyi gördük? Gördük ki, deməli ki, bu yarışmanın sonunda geridə qalanlar geridə qaldı. İrəlidə gedənlər kimlərdir? Huawei, Ericsson, bir də Nokia. Yəni bu 3 şirkət 5G erasına, 5G yarışmasına iddialıdır. Və bunlardan ikisi Qərb şirkətidir, biri Çin şirkətidir. Və məhz bu aşamada, bu etapda Huawei şirkəti bir neçə addım irəli atılmağı bacardı. Və rəqiblərini, yəni Qərb şirkətlərini geridə qoydu. Və ilk 5G-ni istehsal elədi. İlk 5G-nin müəllifi oldu və onun rəqibləri ona baxdılar, gördülər ki, bəli,
bunlardan hardasa bir il yarım qabaqdadır. Yəni buna çatmaq üçün, yəni Huawei-in bugünkü mövqeyinə çatmaq üçün onlar hələ il yarım fəaliyyət göstərməlidirlər, çox ciddi şəkildə işləməlidirlər ki, bu texnologiyanı əldə eləsinlər. Amma Huawei, yəni bu Çin şirkəti bunlardan il yarım qabaq deməli ki, davranaraq daha sürətli qaçıb estafeti götürmək üzrədir. Və Huawei bir addım da irəli gedərək artıq bazarları ələ keçirməyə başladı və Avropada təxminən 40-a yaxın 5G müqaviləsi imzaladı. Müxtəlif mobil operatorlarla. Bu halı gördükdən sonra qərb şirkətləri və bu yarışmada uduzduqlarının fərqinə vararaq, amma uduzduqlarına qəbullanmadılar. Nəyə görə? Çünki bu informasiya müharibəsidir. Əgər Çini bu istiqamətdə irəli buraxsalar, o zaman dünyanın bütün informasiyasına, bütün məlumatına Çin hakim olacaq. Ona görə qərb şirkətləri nə etdilər? Qərb şirkətləri cığallıq eləməyə başladılar və irəlidə gedənə daş atmağa başladılar. Məsələn, belə bir paqavorka var, deyir, tısbağa pişiyi ötə bilərmi qaçmaq yarışmasında? Bəli, ötə bilər. Əgər tısbağa yarışa erkən başlasa, estafetə gedib birinci çata bilər. Amma burada biz görürük ki, artıq pişik tısbağanı gəlib keçmə ərəfəsindədir və keçib də və tısbağa burada artıq cığallıq eləyir. Onu keçə bilmədiyini görərək artıq qeyri-tradisional üsullarla əlindəki siyasi deməli ki, dəstəyi istifadə eləyərək ona daş atmağa başlayır. Və bu günləri Trump Huawei şirkətini qara siyahıya salması məhz bunun səbəbidir. Çünki kim 5G-yə hakim olacaqsa, kim bu 5G estafetində bayrağı gedib götürəcəksə, bütün dünyanın məlumatını o əlinə keçirdəcək. Bu ya Çin şirkəti olacaq, ya qərb şirkətləri olacaq. Ona görə də bu Huawei-in, yəni Çin şirkətinin qarşısını almaq üçün onun ayağının altına bir çomaq soxmaq, çarxına bir çomaq soxmaq üçün, yəni onlar siyasi gücdən istifadə edilər. Və eyni zamanda Avropada 5G koronavirus yaradır deyə bir şayə buraxdılar. 5G həyat üçün ciddi təhlükə yaradır deyə bir şayə buraxdılar və beləliklə də insanlar küçəyə çıxıb 5G Huawei ilə imzalanan və quraşdırılan 5G baza stansiyalarını yandırmağa başladılar. Və bu xaos başladıqdan sonra eyni zamanda Trump o tərəfdən çıxıb qərbdə Huawei-in yeri olmadığını, ondan sonra deməli ki, Amerika bazarında Huawei-in buraxılmayacağını elan elədi. Huawei tamamilə o Amerika bazarından çıxartdı, qovdu, onu qara siyahıya aldı və bu Trump'ın deməli ki, ardıycanda onun bütün əshabələri, Yeni Zelandiya, Avstraliya, Kanada, xüsusən də Böyük Britaniya olmaqla və Avropadakı bir sıra deməli ki, followerları bütün bu deməli ki, Huawei ilə olan anlaşmalardan çıxdılar, müqavilələri ləğv elədilər və beləliklə də bunlar, yəni Huawei 5G deməli ki, erasında bir neçə addım geri çəkməyə çalışdılar. Və bu baza stansiyalarının yandırılmasının əsas səbəbi də budur. O gün ki, qərb şirkətləri hazır olacaq 5G-yə, yəni Nokia və Ericsson, bunlar artıq yəni 5G infrastrukturuna deməli, sahib olacaqlar, onu satmağa hazır olacaqlar. O gündən etibarən 5G olacaq, belə deyək də, dünyanı xilas eləyən bir texnologiya, dırnaq arasında deyək. Və bu 5G fobiya ortadan qalxacaq. Çünki bu fobiyanın arxasında, yenə də deyirəm, bu yarışmada Çin şirkətlərinə badalaq vermək deməli, agendası dayanıb və o agendaya da, o deməli, hədəfə də bunlar xidmət eləyirlər. Ona görə də, yəni bu yayılan şayələr ki var, 5G koronavirus yaradır, əvvəla birisi radiasiyadan danışırıqsa, o birisi bioloji, deməli ki, biotərkibli bir şeydir.
yəni bu ikisi arasında bir bağlantı yoxdur. Bu əsassız fikirlərdir. 5G-nin zərəri varmı? Bu sualın cavabını mən bilmirəm. Nəyə görə? Çünki mən həkim deyiləm və elektromaqnit dalğalar hər halda xeyri yoxdur. Yəni orqanizmin fəaliyyətinə müsbət təsirinin olmadığını deyə bilərəm. Amma mənfi təsirləri nə qədərdir? Bu suala cavab verməkdə çətinlik çəkirəm, çünki mənim tibbi təhsilim yoxdur. Yəni bu həkimlər də çətinlik çəkər, çünki hansı tezlikli, məsəl üçün 40 GHz üstündə olan tezlikli deməli ki, elektromaqnit dalğaların, hansı ki 5G bu bənddə çalışır, bu tezlik zolağında çalışır. Bunun belə deyək də insan orqanizminə hansı zərəri var? Bəziləri deyirlər ki, bu iyonlaşdırıcı dalğalara aid deyil. İyonlaşdırıcı dalğalar 400 plus GHz deməli ki, tezlik bəndindən başlayır. Ona görə insan sağlamlığına ciddi zərər vurmur və s. və ilaxırı. Və ümumiyyətlə mobil şəbəkələrin insan orqanizminə vurduğu ziyan onun tezliyi, yəni ki, frekansından əlavə eyni zamanda dalğanın amplitudu da var. Yəni dalğanın verilmə gücü. Məsəl üçün bu həyətdə əgər biz səs sistemləri yığmağa çalışsaq, bunun iki yolu var. Birincisi bir böyük bir deməli ki, səs gücləndirici kolonka qoyub həyətin bir küncündə o biri küncünə qədər səsin yayılmasını təmin eləmək. İkinci deməli решение, həll variantı isə nədir? Bağın hər bir küncündə hər 5 metrdən 10 metrdən bir balaca bir deməli səs gücləndirici qoymaqla səsi hər bir guşədə bərabər şəkildə yaymaq. Birinci halda hansı ki böyük kolonka qoyacaqsan bağın bir küncünə, ona yaxın oturan adamın qulağı batacaq. Yəni ona ciddi zərər verəcək. Çünki sən bu səsi bağın o biri başına qədər ötürmək istəyirsənsə, yaxınlıqdakı adam ciddi zərər görəcək bundan. Amma deməli o səsi böləndə, distribusiya eləyəndə və həmən o kolonkaların sayını densifikasiya eləyəndə, sayını artıranda, mini baza stansiyaları kimi o şəkildə, bərabər şəkildə səsi yaydığın zaman burada heç bir insan da əziyyət çəkməyəcək. Amma ikinci həll variantı bu yaymaq, yəni çoxlu baza stansiyaları tələb eləyir, demək ki, ses kolonkalar tələb eləyir. O bahalı həll variantıdır. Ona görə də mobil operatorlar çalışırlar ki, böyük demək amplituda malik 40 vattlıq antenanı götürüb, yəni evin yanında qoyurlar ki, 3 kilometr, 4 kilometr, 5 kilometr ərazini deməli ki, rabitə ilə təmin eləsin. Tamam, bu 5 kilometr vuracaq, amma 300 metrdə olan adamın deməli ki, çox ciddi zərər vuracaq 300 metr, 500 metr məsafədə olan insanlara. Ona görə də nə etmək lazımdır? Baza stansiyaların sayını artırmaqla həmən o amplitudu aşağı salmaq, yəni dalğanın gücünü aşağı salmaq və beləliklə də baza stansiyaların densifikasiyasını eləmək lazımdır. Bunu eləmək üçün də dövlətin qanunları mobil operatorları məcbur eləməlidir ki, həmən bu densifikasiyaya getsinlər, bu artırıma getsinlər, bu deməli ki, daha çox vəsait xərcləsinlər, amma ki, təhlükəsiz bir atmosfer yaratsınlar. Bu nöqteyi nəzərdən də onlar öz xoşu ilə bunu eləyən deyil. Onlara sərf eləyir ki, bir dənə baza stansiyası qoysun, nəhəng bir məsafəni əhatə eləsin. Yəni ki, bu maliyyə baxımından ona daha çox sərf eləyir. Nəinki çoxlu baza stansiya, mini baza stansiyaları qoymaqla. Buna 5G-də femtocell solution deyirlər. Femto baza stansiyaları, kiçik baza stansiyaları və yaxud da ki, repeaterlarla demək ki, şəbəkə planlamasıdır bu, network planningdir. Və bu network planning üçün, yəni şəbəkə planlaması üçün ciddi bir qanun mexanizmi olmadığına görə Azərbaycanda yəni bu spontan şəbəkə planlamasından istifadə edir. Mən keçən dəfə bir bankın yanından keçirdim. Bankın düz qapısının üstündə antenanı qoyublar
və bu banka girib çıxan hər bir kəs orada şüalanır, orada zərər görür. Və heç kim də gəlib bunlara izah eləmir ki, yəni bu çox sağlığa çox ciddi bir, yəni ki, əli uzatsan əlin antenna deyə biləcək şəkildə yəni o şüalanmaya məruz qoyur. Yəni əvvəla bu yaşayış məntəqəsində müəyyən məsafədə olması, bir standartlar təyin olunmalıdır bunun üçün. Həmən standartlara əməl edilməlidir. Ona görə bu mobil operatorların əllərini cibinə salmağa məcbur edəcək bir deməli həll variantı olar ki, mən ümid edirəm ki, əgər bu videodan istifadə eləsələr, bunu Milli Məclisin xüsusi insanlarına çatdırmaq lazımdır ki, yəni bu sahədə bir qanunvericiliyi gözdən keçirsinlər ki, insanların sağlamlığına xətər yetirməməsi üçün həmən bu şəbəkə planlamasının bazı prinsiplərini işləyib hazırlasınlar və onun tətbiqi üçün mobil operatorlara deməli ki, təzyiq göstərsinlər. Yəni ki, bu qanuna əməl edilməsinə tələb qoysunlar. Və diqqət eləsək görərik ki, bu məlumatların, yəni dünya üzrə olan məlumatların yığılması ilə nə baş verir? İnsanların artıq manipulyasiya edilməsi prosesi, dövrü başlanır və Dəccal artıq öz işini görməyə başlayır. Keçən dəfəki videolarda biz Dəccalı süni intellekt olaraq təsbit etmişdik və bunu biz ayələrlə, Quran ayələri işığında göstərməyə çalışmışdıq və Dəccalın, yəni həmən o cəsəd adlandırılan Nəbi Süleyman əleyhissalamın kürsüsünə oturulan vəliqəynə alə kursiyyihi cəsəd deyir. Ondan sonra Nəbi Süleyman əleyhissalam dua eləyir, deyir ki, Rabbənə əğfirli və həbli mulkən, məni bağışla və mənə elə bir mülk ver ki, lə yənbəği li əhədin min bə'di. Mən bundan sonra heç kimə qismət olmayacaq kimi bir mülk ver mənə. Yəni, hal-hazırda mənə mülk vermirsən, yəni ona nəsib olmayacaq bir mülk ver mənə ki, fərqlənsin. Yəni, Dəccalın hakimiyyəti, Nəbi Süleyman əleyhissalamın hakimiyyəti. Çünki Dəccal harada oturacaq? Kürsüdə oturacaq. Dəccalın kürsüsü, yəni Əbu əlqəynə alə kursiyyihi cəsəd, Nəbi Süleyman əleyhissalamın kürsüsünə deməli ki, otuzdurulub, yəni orada göstərilir ona cəsəd. O kürsü harada idi? Vaşinqtonda idi. Yox. Londonda da deyildi. Parisdə də deyildi. O kürsü Qüdsdə idi. Ona görə də həmən o kürsüdə oturdulacaq o cəsəd ki var, o cəsədin kimliyi mövzusunda Dəccal kimdir videosuna baxsaz, yəni həmən o videoda biz bunu detallı şəkildə açıqladıq və Dəccal nəyə nail olmaq istəyir? Nəbi Süleyman əleyhissalamın kürsüsündə oturmaq üçün, özünü xilaskar göstərmək üçün Nəbi Süleyman əleyhissalama Allah tərəfindən verilmiş imtiyazları özününkiləşdirməyə çalışır. Bunu da texnoloji tərəqqi adı altında edir. Məsələn, Hudhudun keçən dəfə biz misalını çəkdik. Yəni ki, o quş gəlir, uçur, razvedka eləyir, kəşfiyyat aparır, gəlir Nəbi Süleyman əleyhissalama deməli ki, Arşül Azim deyir. Yəni bu şey, və ləhə Arşül Azim, o qadının deyir, qadın məlikənin, Yəmən məlikəsinin böyük taxtı var. Yəni ki, o həm şəklini çəkir onun və eyni zamanda prosesi də izləyir. Onlar nə edirlər? Günəşə sitayiş eləyirlər. O həyat tərzini də izləyir. Bugün bezpilotniklərlə, yəni ki, pilotsuz uçan aparatlar həmən vəzifəni icra edir. Fikir verirsiniz, Nəbi Süleyman əleyhissalam Allah tərəfindən verilmiş imtiyazları bu texnoloji tərəqqi yolu ilə özününkiləşdirməyə və Nəbi Süleyman əleyhissalamın kürsüsündə oturmağa iddialı olduğunu söyləməyə çalışır və Dəccal eyni zamanda o Nəbi Süleyman əleyhissalamın duasından sonra Allah ona bir sıra imtiyazlar verdi. Yəni ki, qəsrlər tikilməsi üçün Allah cin tayfalarını onun deməli ki, hakimiyyəti altına verdi. Eyni şəkildə bu günləri yəni nəhəng binaların tikilməsi, nəhəng constructionlar deməli ki, tikilməsi eyni zamanda biz bunun şahidi oluruq. Və fikir verin, Dəccal ümumiyyətlə, yəni bu texnoloji tərəqqi və keçən dəfə də biz məsələn bu demişdik, kosmosa uçmaq məsələsi, raket texnologiyaları, eyni şəkildə də məsələn hiperzvukovoy bu raket texnologiyası var
Biz bunu yenə də Nəbi Süleyman əleyhissalamın qissəsində oxuduq ki, bir göz qırpımında o taxtı nədir? Getirib gəlmək məsələsində, yəni çox səsdən yüksək nəhəng sürətlərlə hərəkət etmə texnologiyasını bu günləri eyni zamanda yenə də görürük ki, yəni bunlar bu texnoloji nailiyyətləri əldə etməklə kim adına, yəni gələcəkdə kürsüyə oturdulacaq və məndə, bu da Süleyman əleyhissalamda o var idi, məndə də var bundan. Süleymanda bu var idi, məndə də var. O da var idi, bu da var məndə deyəcək. Yəni artıq özünün Nəbi Süleyman əleyhissalamın kürsüsündə oturdulmağa layiq olan xilaskar kimi, Məsih kimi qələmə verə bilməsi üçün Nəbi Süleyman əleyhissalamın bütün imtiyazlarından bu texnoloji dilə çevirərək istifadə etməyə çalışır. O kürsüdə oturduqdan sonra özünü nə elan eləyəcək? İlah elan eləyəcək Dəccal. Və ilah elan eləməsi üçün nə lazımdır? Allaha məxsus olan xüsusiyyətləri özündə ehtiva eləməsi kimi görükməsi lazımdır. Və bu yaxınlarda Elon Musk çıxış elədi və bilirsiniz o Neuralink şirkətini yaratdı bu yaxınlarda və Neuralink şirkəti çox qısa vədəli araşdırmalarla ciddi nailiyyətlərə imza attı. Bunlar yeni ideyalarla çıxış eləməyə başladılar. Neuralink insan beynini digitallaşdırmaq, yəni ki, rəqəmsallaşdırmaq deməli işlərinə start verib. Başqa sözlə, insan beynindən gələn siqnalları rəqəmsal siqnallara çevirmək və yaxud da rəqəmsal siqnalları insan beyninin qəbul eləyə biləcəyi bir siqnallara çevrilməklə beyin və beyin arasında bir körpü yaratmaq ideyasıdır ki, bunun da adını Elon Musk BrainNet qoyur. Yəni, beyinlər şəbəkəsi qoyur. İndi gəlin baxaq, beyin şəbəkəsi yaratmaqla Elon Musk nəyə xidmət eləmək istəyir? Elon Musk deyir ki, artıq yəni beyin şəbəkəsi yaratmaqla, necə ki, bugün mobil şəbəkə var və sən App Store-dan girib hansısa bir uygulamanı, application-ı endirə bilirsən öz smartfonuna və istifadə eləyə bilirsən. Beyin şəbəkəsi olduqdan sonra onun da öz App Store olacaq. Məsələn, sən təyyarə sürmək bacarığını daxil olub oradan həmən o bacarığı beynivə yükləyəcəksən, hansısa beynivə qoşulmuş cihazlar, çiplər vasitəsilə və artıq sən 15 dəqiqənin içində təyyarə pilotu ola bilərsən. Və yaxud da ki, Malayziyada səni mən öyrənmək istəyirəmsə, 15 dəqiqənin içində mən girib o App Store-dan həmən o dili beynimə yükləyib, istədiyim dildə danışa biləcəyim. Artıq yəni 4 il, 5 il universitetə vaxt sərf eləməyə, əziyyət çəkməyə ehtiyac yoxdur. Artıq istənilən bir şeyi insan bacarığını, deməli ki, həmən o App Store-lardan, bacarıq bazarlarından insan beyninə daxil eləyib həmən o bilikləri və bacarıqları əldə eləmək olar. Elon Musk biraz da qabağa gedərək virtual bir aləm yaradacağını və yaxın 10 ildə bunu artıq gerçəkləşdirə biləcəyini söyləyir. Və nə deyir orada? Deyir ki, madam yəni diqqət eləsəz bu günləri Financial Times nə yazır? Deyir ki, dünyanın maliyyəsi böyük həcmdə, yəni texnoloji yatırımlar hansı istiqamətədir? AR tərəfinədir. Deməli ki, augmented reality, artırılmış gerçəkliklər və bir də VR, virtual reality, virtual gerçəkliklər istiqamətindədir. Və bu açkilər, yəni ki, bu eynəklər kəşf olunur. Hansı ki, bu eynəkləri taxdığın zaman bir virtual aləmə daxil olursan. Məsələn, indi koronavirusdur, yollar bağlıdır, təyyarə uçmur. Deyək ki, sən səyahət eləmək istəyirsən və Misir piramidalarını görmək istəyirsən, düzdür? Artıq bunu VR üzərindən, yəni həmən o eynəyi taxmaqla özünü piramidanın yanında görürsən, sağa baxırsan Sfinksin heykəlidir, sola baxırsan Ramzesin piramidasıdır, yuxarı baxırsan günəşdir, aşağı baxırsan torpaqdır, qabağa gedirsən, yaxınlaşırsan ona, ətrafını dolana bilirsən və s. və ilaxır. Yəni bu virtual aləmdə sən hərəkət eləyib və oradakı deməli ki, əşya və hadisələri izləyə bilirsən.
Və bunu bir addım da irəli çəkərək bunun şəbəkəsini yaratmaq mövzusunda. Yəni artıq yəni VR üzərindən toplantılar, indi video konferanslar yoxdur. Məsəl üçün Zoom üzərindən, müxtəlif applicationlar üzərindən. Eyni şeyi də bunlar VR üzərindən, yəni ki, artıq virtual gerçəkliyə daxil olduqdan sonra həmin o eynəklər artıq 3-5 ildən sonra dükanlarda bu mobil telefon kimi satılmağa başlayacaq. Özünüz görəcəksiniz. Ona görə yəni bu eynəyi taxdıqdan sonra yəni müvafiq applicationa daxil olaraq siz artırılmış gerçəkliyə daxil olursunuz və gözünüzün önündə məsəl üçün o video konferans kimi yəni söhbət eləmək istədiyiniz adamı görürsüz və onunla üz-üzə artıq söhbət eləyib, yəni ki, virtual aləmdə bir otaqda gəlib oturub üz-üzə söhbət eləyə bilirsiniz, danışa bilirsiniz. Yəni üz ifadələrindən tutmuş hər bir şeyə qədər bunu gerçəkləşdirə bilirsiniz. Və Elon Musk bir addım da irəli gedərək nə dedi? Dedi ki, biz Big Data üzərindən insanı tamamilə öyrəndikdən sonra, çünki siz telefonla danışırsınız, düzdür, video material göndərirsiniz harasa, öz videovuzu qoyursunuz və Big Data öyrənir. Yəni analitik platformlar artıq öyrənir. Məsələn, Əzimov Nurlan Əbdülxeyr oğlu hansı ibarələrlə danışır? Səs tonu nədir? Hansı kəlməni hansı kəlmədən sonra işlədir? Əl hərəkətləri hansı istiqamətdədir? Və s. və ilaxır deyək. Və bir gün Nurlan Əzimov vəfat eləyəndən sonra Elon Musk gəlib mənim yaxınlarıma, dostlarıma deyəcək ki, siz Nurlanı görmək istəyirsiniz? Buyurun, bax bu deməli ki, VR vasitəsilə siz onunla ünsiyyət qura bilərsiniz. Siz taxacaqsınız həmən o açkini, görəcəksiniz, bəli, mən sizin qabağınızda dayanmışam, amma o mən deyiləm. Mən vəfat eləmişəm çoxdan. O açkini ki, kimdir bəs o? O bir obraz olacaq. Yəni Big Data'nın virtual aləmdə qurduğu Nurlan obrazı olacaq. Həmən obraz bu səs tonu ilə sizinlə danışacaq. Nə var, nə yox deyəcək. Keyfiniz, əhvalınız, uşaqlar necədir filan. Olan bitəndən danışacaq. Və siz çaşbaş qalacaqsınız. Yəni fikirləşəcəksiniz ki, bu həqiqətən də Nurlandır, yoxsa ki, mən bu virtual aləmdir, düzdür. Birdən özünüzə gələcəksiniz, yox, bu virtual aləmdir. Və beləliklə, məsələn, biz vəfat eləmiş yaxınlarımızı hara gedirik? Qəbrinin üstünə gedib Allahdan bağışlanma diləyirik onlar üçün, yəni xatirəsini o şəkildə yad eləyirik. Amma Elon Musk nə deyir? Sizə o açkini verəcək, application'ı verəcək sizə. Qəbristanlıq.com İndi mən simvolik olaraq deyək bunu. Ora daxil olandan sonra siz vəfat etmiş bütün qohumlarınızı orada tapa biləcəksiniz və onlarla açıq şəkildə söhbət eləyə biləcəksiniz. Və o VR aləmində onun üçün yaradılmış şəraitlə tanış olacaqsınız. Görəcəksiniz, bəli, o bir villanın içində oturub, çayı qabağında, yeməyi qabağında və s. Yəni gül, çiçək, baseyn, bilmirəm, plyaj və s. hər cür şəraitində və o sizi inandıracaq ki, o cənnətdə yaşayır. Və nə baş verir növbəti aşamada? Diqqət yetirin, bu çox mühümdür. Elon Musk vəsiyyət edəcək kimsəsi olmayan varlı insanları bu şəkildə əbədi bir həyata dəvət eləyir. Baxın, diqqət eləyin. Adama gəlir, deyir ki, sənin heç kimin yoxdur, Allaha da inanmırsan, ölümdən sonraya da inancın yoxdur. Və sən nəyə inanırsan? Sən əbədi yaşamaq istəyirsən. Amma qocalmısan artıq, yəni bir ayağın burada, bir ayağın oradadır. Nə eləmək istəyirsən? Gəl, mən sənə bir şey təklif eləyim. Səni dəvət edirəm bizim virtual aləmdə əbədi həyata. Mən sənin bütün beyin məlumatlarını, bütün emosiyalarını köçürdəcəm. Səni qoşacam bizim serverə. Tamamilə sənin beynini, belə deyək, sən öləndən sonraki beyin hələ aktivdir. Sənin beynində olan bütün emosiyalarını hamısını köçürdürəm serverə və sən bizim serverdə yaşayacaqsan. Bax, bunlar yaşadığı kimi. Orada yaşayacaqsın. Orada hər cür şəraitin olacaq. Əlin cibində olsun. Nə qədər pul versən, o qədər də səni upgrade eləyəcək. Məsələn, sən bu dünyada
balaca boysansa biz orada səni hündür boy inşa eləyə bilərik, düzdür? Bu dünyada çolaqsansa biz orada səni əzələli, bərk qaça bilən şəkildə, hətta qanat da qoya bilərik sənə. Cavan uşaqlar yaxşı bilər, bu bir oyun var. GTA oyunu. Yəni orada bir personajdır və bu personaja bir azadlıq verilib, şəhərdə qaçır. Müəyyən istiqamətlərdə istədiyi bir hərəkəti eləyir, istədiyi maşını qaçırdır, istədiyi adamı öldürür. Yəni hər cür imtiyaz verilib ona, azadlıq verilib və müəyyən qaydalar da tətbiq olunub onun üçün. Yəni o qaydaları sərtləşdirmək də olar, o qaydaları rahatlaşdırmaq da olar və eyni prinsiplərlə kim nə qədər pul verirsə ona o qədər də bir cənnət orada vəd eləyir. Fikir verirsiniz. Artıq Dəccal özünü ilahlaşdırmaq üçün Allahu Teala'nın insana vəd etdiklərini vəd etməyə başlayır və sənə deyir ki, Allah sənə nə vəd eləyib? Cənnət vəd eləyib. Gəl mən də sənə orada bir virtual bir cənnət yaradıram. Əbədi bir həyat vəd eləyib. Buyur, mən də sənə bizim serverlərdə əbədi bir həyatı vəd eləyirəm. Allahın yanında hər şeyin deməli ki, qeyd olunduğu bir kitab var. Yasin surəsində İnnə nəhnu nuhyil məvtə bə'də auzu billahi minəşşeytanirracim. İnnə nəhnu nuhyil məvtə. Həqiqətən də biz ölüləri biz dirildirik. Və nəktubu mə qəddəmu və əsərəhum. Və kulli şeyin əhsəynəhu fi imamin mubin. Həqiqətən də ölüləri biz dirildirik və qeyd edirik onların nə elədiklərini və geridə buraxdıqlarını. Bütün məlumatları, bütün datanı biz qeyd edirik. Harda? Fi imamin mubin. Açıq, aşkar bir məlumat bazasında, bir kitabda biz bu məlumatların hamısını qeyd edirik. Bütün hərəkətləri, bütün danışıqları, bütün sənin həyat və fəaliyyətin qeyd olunur. Harda? Bütün, yəni kainatın, bütün yaradılışın datası qeyd olunur. Harda? Lövh-i məhfuzda. Yəni Allahın yanında belə bir indində bir baza, deməli ki, məlumat bazası var. Yəni bir kitab halında, bir məlumat bazası, bir database halında. Bugün Dəccal nə deyir? Deyir, Allahın lövh-i məhfuzu var. Bizim də Big Data'mız var. Big Data neynir? Sənin bu 5G üzərindən bütün deməli ki, məlumatları hamısını Big Data'da toplayır. Deməli ki, 5G-nin 4G-dən fərqləndirən ən əsas özəlliklərdən biri də bu IoT-nin yanı başında, yəni Internet of Things-in yanı başında ən böyük özəlliyi nədir? 5G-nin core hissəsinin, mərkəzi şəbəkəsinin Big Data'ya bağlı olması və bu Big Data'nın da süni intellekti qidalandırmasıdır. Yəni süni intellekt, həmən o Dəccal, bütün 5G istifadəçilərinin məlumatları ki, yığılır, toplanır mərkəzdə, həmən o Big Data, onun lövh-i məhfuzundan deməli ki, istifadə edir analitika üçün və nəinki sizin keçmişinizi bilir və hətta gələcəyinizi də müəyyən ehtimallarla prediction verə bilər. Məsəl üçün, hər hansısa bir situasiyada, hər hansısa bir halda siz özünüzü necə aparırsınız? Gərgin situasiyada siz özünüzdən çıxırsınızmı? Və ya soyuqqanlı mı davranırsınız? Səbirlisiniz, səbirsizsiniz. Bunu öyrənəndən sonra və bilir ki, müəyyən bir situasiya baş versə, məsələn, burada zəlzələ baş versə, pəncərədən birinci kim atılacaq? Və ya səbirli kim davranacaq? Və yaxud da ki, kim hansı şəraitdə hansı addımları ata bilər və o şərait nəyə gətirib çıxara bilər? Hansı ehtimallarla? Və belə ehtimallar verməklə, yəni ilk növbədə bunu bazar iqtisadiyyatına tətbiq eləyirlər, ondan sonra isə insan həyatına da tətbiq edəcəklər. Ona görə də Dəccalın bugünkü missiyası ilk olaraq həmən o kürsüdə oturmaq üçün Nəbi Süleyman əleyhissalamın o imtiyazlarını özündə toplaması və bunu da texnoloji tərəqqi adı altında etməsi, eyni zamanda həmən o texnoloji tərəqqinin
deməli ki, bazası olan elmi araşdırmaları, research and development deyilən elmi araşdırmalar ayrı-ayrı laboratoriyalarda, ayrı-ayrı universitetlərdə bunları finans etməsi, finans etdiyinə görə ayrı-ayrı professorlar onlar üçün işləmək, çalışmaq məcburiyyətində qalır və əldə edilən patentləri həmən korporasiyalar öz hesabına patentləşdirir və hər bir korporasiya deyir ki, mənim filan qədər patentim var yeni texnologiyalar sahəsində və bu patentlər özləri çox böyük bir dəyər daşıyırlar. Ona görə də bir çoxları mənə kommentlərdə yazır ki, bunu alimlər kəşf eləyirlər, alimlər bizim gələcəyimiz üçün çalışırlar, elm adamları və bunlar texnoloji inkişaf ortaya qoyurlar, bu bizim inkişafımızdır, filandır, beşməkandır. Yəni, əgər sən buna inanırsansa, deməli ki, Disneylanddə yaşayırsan deməkdir. İncimə mənim sözümdən. Çünki əvvəla araşdırmaq lazımdır ki, bu insanlar, yəni bu elmi araşdırmaları yerinə yetirən insanları kim maliyyələşdirir? Əldə edilən patentlər həqiqətən də o alimlərin özlərinə məxsusdurmu? Bu alimlər nəyə satılıblar, nə qədərə satılıblar və hansı missiyaları deməli ki, icra eləyirlər və kimin əkməyinə yağ sürtürlər, türklər demişkən, kimin dəyirmanına su tökürlər. Ona görə də yəni Disneylanddən çıxmaq lazımdır, məsələlərə real baxmaq lazımdır. Mən özüm yüksək texnologiyalar sahəsində çalışan adamam və uzun illərdir ki, bu sahədə təhsilim də bu sahədə də təhsilim var xaricdə. 20 ildən çoxdur ki, mən bu sahənin belə deyək də, bu sahədə çalışıram, müxtəlif ölkələrdə iş təcrübəm var və öz təcrübəmi sizinlə paylaşıram, öz baxışlarımı paylaşıram. Çünki 5G haqqında çoxlu videolar çəkilib və heç kim bunu, yəni eskatoloji tərəfdən getirib sizin önünüzə qoymur. Dünyanın heç bir universiteti bunu eləmir. Dünyanın heç bir yerində məsələyə bu şəkildə baxmırlar və Disneyland'i sizin gözünüzün önünüzə sərirlər. Bəli, texnologiya inkişaf eləyir, bu insanlığa xidmət eləyir, bu sizin üçün bizim gələcəyimizdir, həyatımızı rahatlaşdırır, odur, budur. Və beləliklə də insanların gözünün önünə bir Disney multifilmi qoyurlar və insanlar Halleluya ilə bu multiki seyr eləməyə başlayır. Amma işin həqiqəti tamam başqadır və bu deməli ki, digital həbsxananın hörümçəkləri, belə deyək də, ətrafımızı hər daim sarırlar, hər daim bir nitka ilə sarırlar və bu get-gedə bu dağarcıq kiçilməyə başlayır və sizi o həbsxananın içərisində, digital həbsxananın içərisində həbs eləməklə artıq deməli ki, növbəti aşamalarda siz bunu özünüz şahidi olacaqsınız və o cəsəd ki var idi, Allahu Teala o buzov deməli ki, Musa aleyhissalam ki dağa qalxır Allahla münacata və Harun aleyhissalama əmanət edir Bənu İsrail qövmünü və bu şəraitdən istifadə edir. Deməli ki, bir aylıq, yəni 30 günlük və ya da 40 günə qaldırılandan sonra içəridə narazıçılıqlar başlayır ki, Musa aleyhissalam qayıtmadı və Samiri adında bir mühəndis bir buzov heykəli düzəldir. Və bu buzov xorulduyurdu və ləhu xuvar deyir Allah Quranda. Və bu buzovu Allah cəsəd adlandırır, yəni mühəndis əməyidir. Yahudi mühəndisin düzəltdiyi bir konstruksiyadır və bu konstruksiyanı cəsəd adlandırır. Yəni həmən o cəsəd. Fikir verin ki, Süleyman əleyhissalamın kürsüsünə otuzdurulmuşdu. Bir konstruksiyadır, əl əməyinin nəticəsidir, konstruksiyadır, düzəldilmə şeydir və dövrün texnoloji möcüzəsidir. Və bu molduyurdu, xorulduyurdu bu həmən o buzov və Bənu İsrail qövmündən böyük bir qismi bu buzovu başladı nə etməyə, sitayiş eləməyə. Çünki onlar dövrünün təfəkkür əhli deyildilər. Onlar düşünmürdülər. Allah onları qınayır, sonra bir düşünmürsünüz, görmürsünüz ki, bu sizə yol göstərmir. Bunun nəyinə sitayiş eləyirsiniz, nəyinə tabi olursunuz, nəyinə və beləliklə də bu ilah kimi təqdim olunan həmən bu cəsəd adlandırır Allah Teala bunu və bu
səs çıxaran dövrünün texnoloji möcüzəsi ki, hansı ki insanların ağzı açıqda qalır ki, o bax buna bax və bunu ilah kimi qəbul eləyirlər. Fikir verin. Bugünkü dövr səhnə həmən səhnədir, aktyorlar fərqlidir. Yenə də həmən cəsəd, yenə də həmən o texnoloji möcüzə insanların gözlərinə ilah kimi göstərilir. Və Bənu İsrail qövmü ki, orada o buzov heykəlinə sitayiş eləyirdilər, həmən toplum biz görürük ki, həmən bu texnoloji tərəqqi adı altında bu Halleluyanın arxasıca qaçır və sevincək, yəni gözü heç nə görmür, hər nə gəldi qəbul eləyir, hər nə gəldi qucaqlayır. Təfəkkürdən məhrum olduğu üçün. Ona görə də Allah-u Teala bizləri təfəkkür əhlindən qərar versin. Allah-u Teala bizləri təfəkkürlə mükafatlandırsın. Allah-u Teala bizləri maariflənməklə mükafatlandırsın və bizlərə axır zaman fitnələri arasında azmamaq üçün kifayət qədər bəsirət نصيب لسن ربنا تقبل منا إنك أنت العليم الحكيم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم برحمتك يا أرحم الراحمين آمين.